Salam ərz eləyəm əziz dostlara. Bu günləri gəlmişdim ki, siz üçün gözəl nomadlardan video tutam. 2-3 il olardı ki, bura gəlməydim. Mütəəssifanə bu 3 ilin içində buranı bir günə salıblar ki, çox nomadlar qabil şinasayı deyil. Nomadların çoxunu sındırıblar. Vəli yenə də eləyə bilirəm ki, hasarların üzündən siz üçün video tutam. Və bir dənə mühüm tətmin ki vardı. O tətvini siz üçün rəmz quşayi eləyəm. Nomadımızın biri bu daş idi. Bu daş ki burada müşahidə eləyirsiniz. Bir doşaq daşı idi. Doşağın biri bu idi. Biri də budur. Mütəəssifanə altın əfvari eləyiblər. Və doşağın bir qismətin o özü aşırıblar. Vəli burada nümunə üçün biri qalıbdır. Baxız, kamilən müşəxxəsdir. Bu daşın təraşı vardı. Və bilinək ki, bu daşı bura qurublar. Mütməindən bunun altı da zirsazi olunmuşmuş. Bir miqdar saxların bir-birinə vurublar. Bu numadı mən özüm çox görmüşdüm. Gözəl bir doşaq idi. Hələ bil ki, bir dənə qarpuzu vəsətdən bölmüşdün. Böyük tikəsi o idi ki, aşırıblar. Xırda tikəsi burada qalay. Xob, indi bir miqdar doşağa görə siz üçün tozih verim. Doşaq daşı tətvin daşıdır. Yəni doşağı qəbristani və tətvindar mühitlərdə istifadə eləymişlər. Bəzi dostlar müstəqimən gələk doşaq daşın dəfiniyə rəft verək. Əgər bu didinən qabağa geçsiniz, çox nəticə ala bilməzsiniz. Doşaq tətvinə işarə eləyər. Ya bir dənə məqbərə verər, ya inki bir dənə ümumi qəbristana işarə eləyər. Doşaq daşı çox dər Dövran-ı Həxamənişidə istifadə olunaymış. Dövran-ı Sasanidə də istifadə olunaymış. Həminki Dövran-ı Əşqanidə də istifadə olunaymış. Vəli çox dər Dövran-ı Həxamənişidə və Dövran-ı Sasanidə doşaq daşından istifadə eləymişlər. Cəlib odur ki, bu doşağımız, yəni doşağın suraxı bir tərəfi gün çıxana sarıdır, bir tərəfi də gün batana sarı idi. Doşağın bu üzü düz gün çıxana sarıdır. Yəni gün əvvəli sübh ki çıxay, müstəqimən doşağın içindən ruberu təpiyə şaxay. Baxsız, bir dənə fövqəladə gözəl təpə orada varımızdır. Doşaqdan baxanda müstəqimən o təpə görsənək. Doşaq daşı çoxdər hərəm daşı ilə təsbit olar. Doşaqla hərəm bir məhvətədə olsa və yoxun məhvətədə bir-birinin ətrafında gələrlər, mütməindən tətvinə işarə eləyərlər. Pəs bu bizim doşağımız. Əgər altına da baxsınız, görəcəksiniz ki, tikə sopallarından. Nümunə üçün burada qalay. Baxınız. Bu tikə sopal dəlil bər budur ki, hətmən hədəfimiz doşağın altındaymış. Xeyr, bura bir dənə yekən eşiyi mənqahdır. Və tikə sopalın olmağı burada kamilən adlıdır. Pəs tikə sopallar da görsənək ki, qidmətə mühiti görsədək. Və biz üçün bəliləndirək ki, mühit qədimi mühitdir. O mövqə bu qismətlərdən də biraz mıncıq çıxmışdı. Bu qismətlərdən o qədər də ərzişli deyil idi. Təqribən bir ərziş mıncıqlardan bu qismətlərdən çıxmışdı. Ki, bunlar da addi məsələdir. Çox mıncıqları Bağistani təpələrdə və tətvindar mühitlərdə bir miqdar torpağın altında bastırıymışlar. Yəni bir qaris torpağın altında və bir cürə o ölü üçün nəzr-niyaz verəymişlər və sədəqə onbanın deymiş. Pəs bizim bu gözəl doşağımız o təpiyə işarə eləyək. Baxsız, bir dənə də alay numad burada varımızdır. Əgər diqqətli baxsız, görəcəksiniz ki, bizim bu numadımız bir bağadır. Bir gizlin bağa burada yapılıbdır. Baxız, kəlləsi laçından çıxıb və təqribən o aynı sarı baxaq. Ki, bu da biz üçün erşadi və cəhətlərindədir. Dərk ol, bizim buradakı nomadlarımız
Bizi o gözəl təpiyə hidayət eləyir. Gəncəbidə ali faktorlar da burada vardı. Neşimənqa, su, dərə, üst məhvətədə də qəllə vardı. Buraları bir miqdar həvvari eləyiblər. Bunlar hamısı cədidən həvvari olubdur. Ki kamilən qeyri-məntiqi və qeyri-usulludur. İndi gedəyəm gözəl təpəmizə sarı. Bu zaviyədən görsədim. Ta bu gözəl təpəni kamilən rahatçılıqla təşxis verəsiniz. Təpənin üstündə çoxlu həvvari eləyiblər. Əvvəli müşahidə eləsiniz. Görəcəksiniz ki, kamilən torpağı bekridir və bek yeri yeyiblər. İndi nə üçün buranı həvvari eləyiblər? Çünki bunun böyründə bir dənə hərəmi daşlarımızdır. Baxız, bir hərəm daşlarımızdır. Hər zaviyədən bunu siz üçün görsədim. Ta kamilən təşxis verəsiniz. Bu gözəl hərəmimiz ki, kamilən təraşlanıbdır. Bura Kollanbek. Pəs hərəm daşının olmağı doşaq daşın ətrafında təidiyə və təsvidiyə tətvindir. Vəli dəlil odur ki, həmişə hərəm daşının altında məqbərə olar. Hərəm daşı düzdür, bəzi mövqedə tətvinin üstündə gəlir. Yəni qəbr o məqbərə düz altında olur. Vəli çox ətrafına işarə eləyir və ətrafında tətvinin olduğunu görsədik. Baxsız, görəcəksiniz ki, hərəm daşımız çaharvəçidir. Hərəm daşı həm sevətçi halətində gəlir, həm çaharvəçi halətində. Sevətçilər əksərən yəhudi işlərdəndir. Üstdən də çoban gəlir, iti də vardı. Mən üçün xətərnak olar. Səri video tutuyam, ta bəndə üçün müşkülsaz olmuyor. Pəs hərəm daşımız. İndi baxsız, bir gözəl daşımız da burada varımızdır. Fövqəladə gözəldir. Buna bu zaviyədən baxız. Kamilən təraşlanıbdır. Baxız. Bu daşımız eyni bir ayna daşı ya gün daşı təkindir. Həm günü oxşay, həm aynaya oxşay. Qəribənə də yekəkdir. Bu daş kamilən müşəxxəsdir ki, əl işidir. Eyni bir göbələyə də oxşay. Vəli bu daş nə göbələk daşı deyir, nə ayna daşı deyir. Ayna daşın özünə görə şəraiti var idi. Ayna daşın 3 dənə əsli şərti vardı ki, gələk bunu riayət edəyəz. Ayna daşı 1. Qədimi yolun böyründə gələr. 2-ci. Aynanın bir tərəfi saf olar, bir tərəfi toplu olar. Eyni bunu təkin. Və 3-ci əsli qəziyyə ki vardı. Fövqəladə mühümdür. Odur ki, ayna daşının bir tərəfi günçxana sarıyorlar, bir tərəfi də günbatana sarı. Əgər bu cəhətlərdə gəlməsə, mütməyindən ayna daşı ola bilməz. Bunun saf tərəfi şimal tərəfinədir və dih tərəfi də cünuba sarıdır. Pəs ayna daşı ola bilməz. Bizim bu daşımız bir gün daşıdır ki, ərzişi bu məqbərəni görsədik. Aşağı əldə dərəmiz vardı. 2 dənə də gözəl çay suyumuz vardı. Vaxtı 2 dənə yerdə su bir-birini qət eləsə, həmişə demişəm ki, o nöqtə behtərin nöqtə olar. Və qət eləyən yer o nöqtədir ki, bu nöqtənin üstündə bu təpə varımızdır. Mütəəssifanə çoban da üstdən gəlib mənə baxay, çoxlu video tuta bilməyəm. Xülasə var, işarə eləyim ki, bu işin vurudusu təpənin şibindən olacaq. Dəqiqən yeri görsətməyəm, məzirət istəyəm. Çünki imkanı çoxdur ki, yeri təşxis verirlər və gəlib bunu həvvari eləyərlər.
Bu təpə və bu nöqtə bir dənə mühüm tətvinə işarə edir. Günbatan tərəfi fövqəladə mühümdir. Aşağıda bir tək ağac da varımızdır. Düzdür, nazik ağacdır. Vəli qədimi butələrdəndir. Buna da rəbti ola bilər. Hələm o kenar, vəli dərə və su bir-birini qət eləyən yer fövqəladə mühüm yerdir. Gələ həmişə o məhvətənin üstün. Yəni məsəli ki, hələ mən dayanmışam dəqiqən bərrəs yoluna. Çünki qəşəng işlər bir cür nöqtələrdə olur. Əgər baxsınız, görəcəksiniz ki, burada da bir gözəl nomad varımızdır. Və bu gözəl nomadımız təqribən bir qoyun şəklindədir. Fövqəladə gözəldir. Bunlar da hamısı bir dənə ərziş tətvinə işarə edirlər. Fövqəladə mühüm tətvinə. Ki biz üçün çox mühüm ola bilər. Təraşı kamilən müşəxxəsdir. Baxınız, kamilən təraşlanmış və əl ilə qurulmuş. Fövqəladə gözəldir. Düzdən şəbəyə qaldım. İtlər 4 dənə oldular. Xoşbəxtانه xeyir soğuşdu. Baxınız, 2 dənə su və 2 dənə dərə bir-birini burada qət edir. Və bunun yuxarı yəli o təpədir ki, bir dənə fövqəladə mühüm tətvin onun içində vardı. Vəli vurudi təpənin yuxarısından deyil, bəlkə gələ aşağı qismətləri bərrəs yoluna. Lap üstdəki dağ qəl'ədir və bu birisi dağ ki, itlər dayanmışdı. Onun üst tərəfində, yəni o təpədən biraz oyanlıq, ümumi qəbristan vardı. Və mütməinnən bu bir dənə tətvin bu məhdudənin böyük adamın qəbri olacaq. Ya haqq.